Zaqatalanın Bəhmətli kəndində yaşayan Məmmədovlar ailəsinə məxsus yarımtikili əşyaları ilə birlikdə yandırılıb. Hadisənin qohumlar arasında uzun illərdir baş verən ailə münaqişəsi zəminində törədildiyi bildirilir. İçəridə 1800 manat verim o ot biçən motoblok almışdı oğlum. Onun içində nə boyda qazan qabım var idi, bir kuba taxtadan çox taxtam var idi. Almışdıq ki, yəni evə lazım olar. Başqa nə saat deyim, yadıma düşən hələ ki, budur, hər şey göz qabağındadır. Yəni heç nəyə də əl dəyməmişəm. Gəldi, özü dedi ki, mən yandırmışam, mən bilərəm. Kənd sakini 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 12 kvadrat metr olan yardımcı tikilidə yanğın baş verib. Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüb. Lakin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub. Keçən ili müəmmalı şəklində bizim evimiz yandı. Odur evimiz. Məmmədov İlham Musaoğlu yandırdı. Məlumata görə zərər çəkən Araz Ərşadoğlu ilə əmisi 61 yaşlı İlham Məmmədov arasında uzun müddətli torpaq üstündə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımcı tikilini yandırdığı bildirilir. Mən bu adamdan şikayətçiyəm. Ona görə ki, yəni bu boyda haqsızlıqlar eləyir bizə. Dünən axşam da bax bura yandı. Bu şifirləri də ondan bir 3 gün qabağa sındırdı. Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində vətəndaşa məxsus yarım tikilini qəsdən yandırmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb və hazırda faktla bağlı ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir. Qeyd edək ki, 8 ildir tərəflər arasında münaqişə gedir. İlkin Piranov, Günəş Ahmalı qızı, Space xəbəri Zaqatala.